Hər vaxtınız xeyir olsun dostlar, xoş gördünüz kanalımda. Bu günləri UEFA Avropa Liqasında Fenerbahçe Stuttgart oyundayıq. Dünən Qalatasarayın möhtəşəm qələbəsi ilə sevindik. Bu günlərdə Fenerbahçe qələbə qazanar. Sözün açığı Fenerbahçe belə də çox maraqlı deyil mənə, amma yenə də videolarını çəkirəm. Çünki Qalatasarayın ən böyük rəqiblərindən deyim. Fenerbahçe'de Beşiktaş'tı. Beşiktaş Avrupa'da olmadığı için onun videoları olmur. Fenerbahçe bir qələbə qazanar. Avrupa'da oynadığı için qələbə qazanar. Playoff'larda qələbə qazanmağını istəmirdim. Ona görə ki Avropa kuboklarına çıxmağını istəmirdim. Çempionlar Liqası olsun, bayaq da UEFA Avropa Liqası olsun, konferans olsun. Amma çıxdığına görə də ki, yəni irəliləsin də Türkiyədən klub xalına görə qabaqda 9-cu yerdədir mən desəm Türkiyə klub reytinqində xallara görə. Avropada o xallar çox vacibdir ki, Çempionlar Liqasına birbaşa getmək üçün klubların birbaşa Çempionlar Liqasını qurub lig mərhələsində oynamaq üçün günləri qələbə qazanar inşallah. İzləyə görə necə olacaq? Fenerbahçe Stuttgart'da Avropa Liqasında yaxşı oynayan komandalardır, güclü komandalardır. Bir-iki klubdan Roma, Lyon Avropa Liqasında güclü klublardırlar. İndi görə necə oynayacaq Fenerbahçe? Ligdəki kimi oynayacaq, yoxsa liglə bu Avropa kubokları çempionatları fərqli olur oyunları. İnşallah qələbə qazanar. Oyun başlayır, keçə biz də oyuna. Görək oyun necə olacaq dostlar. Oyuna keçməmişdən qabaq kanalıma abunə olub, videolarımı bəyənib, şərh yazıb, fikirlərinizi bildirsəz daha yaxşı olar. Keçdik oyuna dostlar. Dostlar 24 dəqiqədir oyun gedir. Fenerbahçe Stuttgart oyunu 25 dəqiqədir daha doğrusu. Oyun ortada gedir. Təhlükəli hücumlar, təhlükəli zərbələr yoxdur qapıya. Bir dənə El Nesiri ilə oldu da qapısının üstünə gəldi, qapısı çıxartdı. Böyle ortada həmişə kimi Fenerbahçe'nin oyunu necədir? Ortada gedir, topla oynayır. Biraz bu dəfə Stuttgart topla çox oynayır. Məlum məsələdə Alman klubu Stuttgart demirəm Fenerbahçe'dən güclü klubdur. Amma Alman klubu olduğuna görə yəni topla oynayan topla çox oynayır. Bir epizod oldu burada. Onu bu videoya qoymamışam. Stuttgart'ın oyuncusu Alvarez'e qarşı təhlükəli oynadı. Mənim fikrimcə orada penal nədir? Qırmızı kart ola bilərdi Alvarez'e qarşı. Yəni Stuttgart'ın oyuncusu qırmızı kart ala bilərdi, amma sarı kart verdi. Vardan da qayıtmadı, vara da baxmadılar. Sarı kart oldu. Qırmızı kart olmadı. Vurdu. Təhlükəli gəlmişdi Stuttgart. Baş zərbəsi çölə getdi. Təhlükəli gəlmişdi Stuttgart. Bu da Stuttgart'ın ilk təhlükəli zərbəsi qapıya doğru. Orada mənim fikrimcə qırmızı kart ola bilərdi mənim fikrimcə. Topa vurmaq istəyəndə oyuncunun ayağı Alvarez'in bu aşağı hissəsinə gəldi. 1-2 dəqiqə oyun dayandı ona görə. Amma qırmızı kart verilmədi. Sarı kart vardan da qayıtmadı. Penal. Penal. Fenerbahçe penal kazandı. Penal. Baxaq ala. Penal. Penaltı. Görsət də epizodu da. Baxaq ala. Yaxından bir Skriniar. Penal, bəli. Penaldır bu. Tez bıraktı ama məncə də penaldır bu. Bu temasdan sonra yerdə qaldı Yakup Kelet. 11 metrlik zərbə zərbəsi təyin edir. Fenerbahçe hesabı Görə elə. Görə kim vardı? Dostlar şey yoxdur da oyunda. Talişka, bilməm nə yoxdur, baxmamışam. Sözün açığı mən kart cəzalısı, nəticə yoxdur. Kerem burada desən, Kerem. Talişka buradadır, ehtiyatlı. Vardan çağırdılar. Var çağırdı. Yoxsa yox.
Yo yo. Yo yo yo. Ha yo bu Fenerbahçe'nin şutu konusu o da mübahisə elədilər. Ona görə fiti saldı. Yo. Mənim fikrimcə də penaldı bu. Var da çağırmadı. Baxmaq üçün. Deyə görə Kerem vurar değil mi? Kerem vurar. Kerem. Kerem. Gol. 1-0. Fenerbahçe 1 Stuttgart 0. Oyun belə ortada gedirdi. Belə maraqlı oyun getmirdi. İki komandanın da təhlükəli bir dənə epizodları vardı. Birinin El Nesiri ilə birindəki təhlükəli zərbəsi vardı Stuttgart'ın. Ondan başqa yoxdu amma indi ikinci zərbədən Skriniar oyuncu dartdı biraz. Skriniar topa tərəf gedirdi. Yıxıtdı. Ona görə penal məncə də penaldı. Penal da verdi, vardan da qayıtmadı. 1-0. Fenerbahçe 5 Stuttgart 0. Dostlar ilk hissə bitdi. İlk hissə Fenerbahçe 1 Stuttgart 0. Ümumi götürəndə oyun sərt oyun getdi. Birinci hissə çox sərt oyun getdi. Çox kart çıxartdı hakim. Sərt oyuna görə 1-0'dır. İki komanda da belə sən deyən belə çox yaxşı oynamır, çox belə ciddi təhlükələr yoxdur, amma Stuttgart'a baxanda Fenerbahçe biraz daha yaxşı oynayır. Stuttgart vahşi oynamır, ara sıra gəlir. Başlayanda bir 5-10 dəqiqəni biraz Stuttgart yaxşı oynadı, amma sonradan Fenerbahçe də ondan biraz yaxşı oynadı, amma ümumi götürəndə belə sən belə çox da maraqlı oyun getmir. İkinci hissədə görüşərik dostlar. Videolarımı bəyənin, takip edin, yorumlarınızı yazın. 56 dəqiqədir. 57, 56. Yenə ilk hissədəki kimi oyun gedir. Yəni sakit oyun gedir. Stuttgart yenə də orta deməyim, lap belə aşağı oyun oynayır. Stuttgart'ın oynadığı oyun bilinmir nə oynayır ümumiyyətcə. Topla oynayır, sonra topu itirirlər, təzədən verirlər. Hücuma bir doğru düzgün çıxa bilmirlər. Fenerbahçe biraz topla çox oynayır, amma ortada oynayır. Çıxdı, qapıçı uzaqlaşdırdı. Ona görə ortada oyun gedir. Çox belə maraqlı oyun yoxdur, amma sərt oyun var. İki komanda da sərt oynayır. Məncə belə oynama, belə sərt oynasalar, Stuttgart'da bir oyuncu qırmızı kart ala bilər. Və yaxud da Fenerbahçe, iki komanda da sərt oynayır. Penal yoxdur burada. Penal, ikinci penal. Fenerbahçe ikinci penalı kazandı. Görgəsinə təkbədə gedirdi. Sarı kart, qırmızı olmamalıdır o. İkinci penal. Baxaqla burada şey vardı, təmas vardı oyuncuya. Qapısı ilə təkbədə gedirdi, belə təmas vardı. İndi baxaq. Görələ penaltılıq bir təmas var orada, yoxsa? Fenerbahçe fərqi 2 eləməyə çox yaxındır. Burada offside özü götürdü. Offside ola bilər görəsən. El Nesiri toxundusa topa offside ola bilər. Burada penaldı. Penal olmayığına penaldı. Prosta El Nesiri orada topa toxundu. Deyəsən. Dəqiq görmədim, topa toxundusa offside ola bilər. Qulaq asır, varla danışır, görə elə offside ola bilər. Toxunubdur, El Nesiri toxunubdur. Offside ola bilər, yəni offside. El Nesiri var, ayağın gərək soxsun da. Vallahi bilə bu El Nesiri yenə deyirəm. Bu El Nesiri mən Fenerbahçeli deyiləm.
El Nesiri Fenerbahçe'nin oyuncusu değil. Kardeş. Değil bu Fenerbahçe yok. O mesela Beşiktaş'ın da oyuncusu olabilmez. Galatasaray'ın Fenerbahçe'nin de Trabzon'un ne oyuncusudur bu El Nesiri? Oyunda ümumiyyətcə yoxdur. Atdığı top komanda yoldaşına gelib çatmır. Topu qəbul edə bilmir, kontrol edə bilmir topu. Bir də necə hücumçudur. Buna bir dənə qalıb ki, boş qapının ağzında gətirib açsınlar bilər, bu vursun. Deyil, ya Fenerbahçe oyuncusu deyil. Toxunmasaydı bəlkə bir penal olacaqdı. Penal verəcəkdi. Yəni ofsaytda idi o. Undav girdi, Undav Türk oyuncusu. Var müdahalesinden sonra Vurdu. Vuramadı Mongol. Vuramadı Küsen baş. Penal. Penal. Fenerbahçe'nin kapısına penal. Baxaq epizoda Fenerbahçe'nin kapısına penal. Baxaq epizoda. Burada penal. Bak. Penal var yok. Penaldı bence. Ama verməyə də bilər elə bir ki. İtirazlar var orada. Topu oyunla bağlı Fenerbahçe futbolçularından Alvarez'in Vara baxdı və penaltını ləğv elədi. Yəni dedim də orada verməyə də bilər. Burada topa vurdu. Oyuncusu, Stuttgart'ın oyuncusu. Topa vurandan sonra Fenerbahçeli oyuncusu Alvarez nədir? Onun ayağının üstünə bastı. Ama penal ləğv oldu orada ya. Var da dedi ki penal yoxdur, ləğv oldu. İkinci dəfə də penal ləğv oldu. Bir dəfə Fenerbahçe üçün, bir dəfə də Stuttgart üçün, amma gəlir. İsmail, Stuttgart gəlir. Bax 70-dən 75-dən sonra baxarsınız bu Fenerbahçe verəcək topla oynamağı verəcək Stuttgart'a, özü çəkiləcək 7 müdafiə. Baxarsınız. Sarı kart. Oyunun axırlarıdır. Düşür oyunda. Fenerbahçe 1-0 öndədir. Yaxşı oynadı Fenerbahçe. İkinci səni Stuttgart'dan daha yaxşı oynadı. Deniz Undar'la İsmail Yüksek arasında mübahisə oldu. İkisine de sarı kart verdi. Oyuncu bitir. Fenerbahçe kazandı demək olar. Həqiqətən də ikinci səni daha yaxşı oynadı Fenerbahçe. 1-0 kazandı penaltı ilə. Təbrik edir Fenerbahçeliləri və oyun bitdi. Kazandı Fenerbahçe. Çətin də olsa 2-3 də ola bilərdi hesab, amma 1-0'da qaldı. Artıramadılar hesabı. 6 xalladı. Yekunlaşdıraq videomuzu burada dostlar. Videomu bəyənsəniz bəyənin, takip edin, yorumlarınızı yazın, fikirlərinizi bildirin və dava düşdü. Deniz Undav Fenerbahçeli oyuncularla İsmail Yüksek qarışdı bir-birinə aləm. Oyun qarışdı bir-birinə. Oyundan sonra isə Deniz Undav deyil, başqasıdır. Lazımsız hərəkətlərdir. Uzmağı da bilmək lazımdır. Belə şeylər olmamalıdır. Bitirək videonu dostlar. Videonu bəyənin, takip edin, yorum yazın. Sağ olun dostlar, görüşək.